Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla cəmi bir həftə 10 günə yetişən qışa çox gözəl qalan kələm turşusu hazırlayacağım. Turşunu hazırlamaq üçün 3 litr su götürmüşəm. Üzərinə 1 çay qaşığı qara dənəvər istiot, 6-7 ədəd dəfnə yarpağı, 30 qram şəkər, 100 qram da duz əlavə edirəm. Suyu ocağın üzərinə yerləşdirib 4-5 dəqiqə ərzində qaynadıram. Sonra ocağı söndürürəm. 1 ədəd 2 kiloluq turşuluq kələm götürmüşəm. Ortadan 2 yerə böldükdən sonra hissələrə ayıracağım. Kələmi bu qaydada özək hissəsi ilə bir yerdə hissələrə ayırdıqda sonradan turşunun içərisində dağılmır. Götürmək daha asan olur. Təxminən çəkisi 1 kiloqram olan təzə gül kələmini də hissələrə bölürəm. Qeyd edim ki, gül kələmi nə qədər təzə olsa, turşu bir o qədər xırçıltılı alınır. Hissələrə böldükdən sonra axar suda təmiz-təmiz yuyuram. 3 ədəd orta boy çuğunduru da kubik şəklində doğrayıram. Qeyd edim ki, turşunu daha qırmızı xoşlayırsınızsa, çuğunduru miqdarını artıra bilərsiniz. 3 ədəd kök götürmüşəm. Kökün əvvəlcədən qabığını soymuşam. Bu cür hissələrə bölürəm. 3 dəstə cəfəri götürmüşəm. Qeyd edim ki, göyərtini bütöv şəkildə əlavə edəcəm. Əvvəlcə geniş bir şirəli qabın içərisinə göyərtidən kök və çuğundur əlavə edirəm. Üzərindən kələm düzürəm. 2-3 diş sarımsaq. 1 ədəd də acı bibərin parasını doğrayıram. Yenə eyni qaydada kök, göyərti, çuğundur və kələmdən, gül kələmindən əlavə edəcəm. Qeyd edim ki, tərəvəzlərin miqdarını zövqə görə artırıb azaltmaq olar. Əgər gül kələmi xoşlamırsınızsa, əlavə etməyə də bilərsiniz. Kələmləri düzdükdən sonra yerdə qalan istiotu da doğrayıram. Qalan tərəvəzləri də üzərindən əlavə edirəm. Sonda 1 diş sarımsaq və göyərtini əlavə edirəm. Turşu suyu ilıq halda olduqda tərəvəzlərin üzərinə tökürəm. Qeyd edim ki, qab böyük olduğundan bu vedrəyə 6 litr turşu suyu getdi. Əvvəlcədən 3 litrin hazırlamışdım, sonradan da 3 litr hazırlayıb əlavə etdim. Bu turşuya mən sirkə, uksus əlavə etmədim. Ancaq zövqə görə istəsəniz 1 stəkan sirkə tökə bilərsiniz. Sonda üzərinə boş qabın qapağını yerləşdirib, otaq temperaturunda 3-4 gün saxladıqdan sonra sərin yerə qoymaq olar. Təqribən bir həftəyə 10 günə yetişir. Artıq görürsünüz, üzərindən 10 gün keçib. Turşu çox gözəl yetişib, dadına söz ola bilməz. Həqiqətən də çox gözəl üsuldur. Hazırlamağa dəyər.